Azərbaycanda Qırmızı Kitab Ulu Öndər Heydər Əliyevin 1977-ci ildə verdiyi qərara əsasən tərtib edilib. Məqsəd ölkəmizin flora və fauna genofondunun mühafizəsidir. Nazirlər Kabinetinin 2000-ci il tarixli qərarı ilə kitabın hər 10 ildən bir yenilənməsi nəzərdə tutulsa da, kitabın ikinci nəşri 24 il gecikərək 2013-cü ildə tərtib edilib. İlk kitab 1989-cu ildə tərtib olunubdur və bura 108 növ heyvan növü daxil edilibdir. Və bu 108 növ o dövrkü şəraitdə olan tədqiqatların nəticəsinə görə 108 növ nadir növ hesab olunub, qorunması vacib hesab olunub da Qırmızı Kitaba daxil edilibdir. İkinci nəşrdə artıq 108 yox, 223 növ nadir növ kimi, nəslinin kəsilmə təhlükəsi olan növ kimi Qırmızı Kitaba salındı. Görürsünüz, ildən ilə getdikcə vəziyyəti pisləşən, nəslinin kəsilməsi təhlükəsi olan növlərin sayı artır. Növbəti Qırmızı Kitabın cərci 2023-cü ildə oldu, 3-cü nəşr. Artıq 3-cü nəşr Qırmızı Kitaba 241 növ heyvan növ daxil edilir. Azərbaycan faunasının yırtıcılara aid pələnglər də olubdur. Və sonuncu pələng ötən əsrin əvvəllərində Muğan düzündə olubdur, orada ovlanılıbdır. Və ondan sonra Azərbaycan təbiəti bu növü itirib. Pələng artıq Azərbaycan faunasında yoxdur. Sevindirici hal isə ondan ibarətdir ki, bəzi heyvan növlərinin adı Qırmızı Kitabdan çıxarılıb. Bunlar arasında turac, Hind terendazı, zubur və digər canlılar var. Maraqlıdır ki, 1960-cı illərdə ceyranların sayı 200 baş idisə, 2015-ci ildə bu say 7000-ə çatdırıldı. Lakin ceyran hələ də Qırmızı Kitabdan çıxarılmayıb. Sürünənlərdən isə yaylaq gürzəsi, Qafqaz qalxan sifət ilanı, pallas təlxəsi Qırmızı Kitaba salınıb. Ümumdünya Təbiəti Mühafizəsi Fondunun Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əskərov deyir ki, canlıların mühafizəsi üçün milli parklar və qoruqlar yaradılır. Azərbaycanda ilk xüsusi mühafizə olunan təbiət ərazisi 1910-cu ildə yaranmışdı. Ondan sonra Sovetlər dövründə qoruqların sayı artmışdı və hal-hazırda ölkəmizin hardasa 10%-i bu cür mühafizə olunan təbiət əraziləri altındadır. Həm qoruqlar, milli parklar. Milli parklarımız 21-ci əsrdə yaranmağa başlamışdır və sayı artıq 10-u keçmişdir. Bundan başqa ölkəmizdə bu nəsli tükənməkdə olan və yaxud da ki, hətta tükənmiş növlərin reintroduksiyası deyilir. Deməli, o heyvanları qaytarıb təbiətimizə buraxırıq. Meşə kəlləri var, zubur deyirlər onlara, Avropa bizonları deyirlər. Onları da Avropa zooparklarından Qafqaz geni daşıyan fərdlərini qaytarıb gətirib Şahdağ Milli Parkında müəyyən bir yerdə, müəyyən bir vaxt saxlayaraq, artıraraq təbiətə buraxırıq. Təbiətin qorunması təkcə mütəxəssislərin deyil, hər bir vətəndaşın həssaslıqla yanaşmalı olduğu məsələdir. Heyvanların yaşam ərazilərini zəbt etmək, qanunsuz ovçuluq onların nəslinin tükənməsinə səbəb olur. Aytac Əsədova, Rafiq Hüseynov.